Və növbəti məsələ birinin bir şəxsin üzərinə oruc vacib olduğu halda ölərsə. Məsələn, hansı ki üzürlü səbəbdən dolayı xəstələnir bir insan və Ramazan orucunu və ya biz burada vacib oruclar gəldikdə hansını nəzərdə tuturuq? Ramazan orucu, kəffarə, qəza, nəzir orucu, yəni bu şeylər vacib oruclar sayılır. Bu vacib orucları üzərində bir üzürlü səbəb olaraq, məsələn, xəstələnən insan Ramazan orucunu tuta bilmədi və beləcə davam etdi, sağalmadı və dünyasını dəyişdi. Və bu şəkildə ölərsə, onun üzərində heç bir şey yoxdur. Və ona görə də həmin şəxsə görə fidyə ödəmək də vacib deyil. Fidyə ödəmək də vacib deyil. Yəni müstəhəb istəyən olsa ödeyə bilər, lakin vacib deyil. Və bunu ittifaqla söyləyirlər elm əhli. Və İbn Qudamə rahimehullah özünün o əsərində deyir ki, o insanın üzərindən əsl olan odur ki, o insanın üzərindən vaciblik düşür. Çünki onun şəri bir üzrü var. Şəri bir üzrü var, bəli. Lakin növbəti məsələdə bunun əksi olarsa, birinin üzərinə oruc vacib olduğu halda, yəni kim ölər və üzərində o borc qalarsa, hansısa bir vacib oruc qalarsa, nəzir orucu, kəffarə və ya Ramazandan dediyimiz kimi və bu halda ölərsə və deyək ki, bu insanın şəri bir üzrü olmayıb. Sadəcə Ramazanda tutmayıb deyir ki, tutaram, arxayın olub və ölüm mələyi aparıb və dünyasını dəyişib. Allahdan diləyirik ki, hər bir müsəlmana və istəyimiz qarşılıq hüsnül xatimə və bütün ibadətləri təqsirkar yox, yeni yetirmiş şəkildə dünyasını dəyişənlərdən etsin, Allahumma amin. Və gözəl sonluq nəsib etsin. Və bu insana qardaşlar heç bir şəri üzür səbəb olmadan bunları buraxarsa, oruçları buraxarsa və bu şəkildə dünyasını dəyişərsə, deməlidir ki, vəlisi onun yerinə oruç tutmalıdır. Yəni vəlisi kimlərdir? Onun vəlisi, yəni yaxınları onun yerinə oruç tutmalıdır. Lakin vəlilərin onun yerinə oruç tutmağı müstəhəbdir qardaşlar. Vacib deyil. Yəni bu elə başa düşülməsin ki, vacibdir, vacib deyil. Və bunu İmam Şafi və İmam Nəvvi və İbn Baz və İbn Hüseyn rahimehullah, yəni qeyd etmişlər. Və dediyimiz kimi vəliyə onun yerinə oruç tutması müstəhəbdir, vacib deyil. Müstəhəbdir, bəli. Və vəli də kimdir qardaşlar? Vəli varislərdir. Yəni kimə məsələn, yəni mirasdan pay düşürsə, ölən insanın mirasından kimlərə pay düşürsə, ən yaxınları, elə deyilmi? Ata olsun, oğul olsun, qardaş olsun, yəni vəlilər bunlardır. Və kim ölərsə üzərində o Ramazan orucu, yəni boyunda olaraq ölərsə üzür səbəbdən, yəni onun varisləri onun yerinə oruç tuturlar. Əgər orucdan boyun qaçırarlarsa, o zaman neynirlər? Fidyə verirlər. Və Buxari Müslim rivayet etdiyi hədisdə Ayşə radiyallahu anhədən gəlir ki, Allah Resulü sallallahu əleyhi və səlləm buyurdu: "Mən mətə və alayhi siyamun sama anhu valiyyuhu." Kim üzərində bir oruc qəzası olaraq, oruc borcu olaraq dünyasını dəyişərsə, sama anhu valiyyuhu. Vəlisi onun yerinə oruç tutur. Və İbn Hüseyn rahimehullah buyurur ki, və biz burada hədisə fikir versək, hədis bizə xəbər verir. Sama anhu valiyyuhu. Yəni vəlisi onun yerinə oruç tutur. Və digər dərslərimizdə də bu qaydaya biz diqqət çəkərdik ki, bəzi xəbərlər var ki, əmr mənasına gəlir. Elə burada olduğu kimi, yəni demək istəyir ki, xəbər əmr mənasındadır, yəni vəlisi onun yerinə oruç tutsun. Lakin burada xəbər əmr mənasında gəlsə də vacibliyə dəlalət etmir. Vacibliyə dəlalət etmir. Biz dedik ki, vəlisinin onun yerinə oruç tutması vacib deyil, müstəhəbdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu əmr mənasında dediyi bəs onun müstəhəbbliyə salan nədir? Müstəhəbbliyə salan nədir? Allah subhanahu va taala Qur'an-ı Kərimdə Ən surəsi 164-cü ayədə: "Və la taziru vaziratu vizra ukhra." Heç kim başqasının yükü ilə yüklənməz. Və bu dəlalət edir ki, Allah təala bu ayəsi dəlalət edir ki, yəni eləcə də vəliyə ölən bir şəxs üçün, yəni onun orucunu tutması vacib deyil. Onun orucunu tutması vacib deyil, müstəhəbdir sadəcə. Və başqa bir hədisdə Buxari Müslim rivayet etdiyi hədisdə İbn Abbas radiyallahu anhu gəlir ki, bir nəfər Allah Resulü sallallahu əleyhi və səlləmə gəlir deyir ki, ya Rasulullah, inna ummi mətət. Anam vəfat edib. Və aleyhə savmu şəhrin. Və onun üzərində bir aylıq nə var? Qəza var. Və sonra buyurur ki, əfə aqdiyahu anha. Mən onun yerinə qəza edə bilərəm. Və Resulullah sallallahu əleyhi və səlləm buyurur ki, qala na'am. Fədeynullahi ahaqqun an yuqda. Əhaqqu ən yuqda. Yəni Allahın borcu ödənməyə daha layiqdir. Yəni buradakı hədis ümumiyyətlə Allah Resulü sallallahu əleyhi və səlləm buradakı hədis qısadır. Orada Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, əgər ananın bir kəsə borcu olsaydı, yəni onu ödəyərdimmi? Yəni buyurur ki, bəli ya Resulullah. Və Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, Allahın borcu daha haqlıdır. Və bunun qəza ilə dünyasını dəyişməsi Allah olan borclarındandır və Allahın borcu daha haqlıdır ki, ödənsin. Ona görə də kim yaxınlardan, yəni Ramazan orucu vacib olduğu, lakin tutmadı, onun yerinə qəza tutmaq olar. Lakin bu vacib deyil, müstəhəbdir. Əgər tutulmazsa, onun yerinə hər gün üçün bir nəfəri yedizdirməyə icazə edir.